Əziz və hörmətli dostum, qardaşım Şakir bəy, zəhmətinizə görə sağ olun. Əgər insanların heç olmazsa yarısı sizin xasiyyətdə qəlbi təmiz, insanpərvər dostluğun, qardaşlığın qədrini bilən olsaydı, dünyamız cənnətə dönərdi və heç kəs də ehtiyac hiss etməzdi. İnanın, mən istəyirəm ki, hər gün sizinlə oturub durum keçmişdən, gələcəkdən söhbət edə həm şad olum, həm də kədərlənim. Təəssüflər olsun ki, biri-birimizdən uzaqıq. Allaha şükür olsun ki, könüldən könülə uzanan yollarımız Facebook sosial şəbəkəsindən aydın görünür. Sağ olun ki, siz də zəhmət çəkib mənim yaradıcılığımı sosial şəbəkələrdə işıqlandırırsınız. Minnətdaram. Mənim mükafatım sizin kimi dostlarımdır, məni tanıyan oxucularımdır. Sağ olun, sağ olsunlar. Mənim ailə üzvlərim sizə və ailənizə səmimi qəlbdən gələn salamlarını göndərir. Şakirəni nəvələrim çox yaxşı tanıyırlar və ona öz şəxsi salamlarını göndərirlər. Şakir bəy, Allah sənə və bütün ailənə can sağlığı versin. Mən peyğəmbər deyiləm, ancaq deyə bilərəm ki, sənin və ailənin xoşbəxt bir gələcəyi olacaq. Hörmətlə, Raşbil Şamayev, Brooklyn, New York. 24 dekabr 2017 il.